Salam aleykum. Demək, arıqlamaq üçün resepti tam olaraq sizə göstərirəm. Çünki bu sual çox gəlir mənə. Necə düzəldək, neyniyək, nə qarışdıraq? Tam olaraq sizə hər şeyi inşallah ki, izah eləyirəm. Kim arıqlamaq istəyirsə, diqqətlə qulaq assın və baxsın. Ölkədə kök insan qalmayacaq inşallah. Baxın, məqsəd nədir mən bu video çəkməkdə? Yəni toxumların gözəlliyi, özəlliyi. Mən elə-belə toxumdan istifadə eləmirəm. Özüm üçün almışdım. Elə dedim sizə də göstərim. Fərqli şeyləri olduğunu mən sizə göstərirəm inşallah. Demək, bizə bir insana 1 kiloqram təxmini bəs eləyir düzəltmək. Gələk başlayaq alaqanqal toxumundan. Bax, bu alaqanqal toxumun rənginə baxın, sizdən xahiş edirəm, bir də buna baxın. Əsas bu satılır. Mən bundan elə də istifadə eləmirəm. Bunu da tapmaq çox çətindir. Bu təmiz elə bil kətlərdə yığılandır, yabani, özümüzdə yetişən insanlar bunu özləri inşallah ki yığırlar burada Azərbaycanda. Bu isə yəni bilmirəm. Mən şeyini bilmirəm mən bunu. Amma aldım ki sizə də göstərəm, biraz aldım bundan fərqi. Bax bunun siz bir dənə şəffaflığına gözəlinə baxın. Bu yabani bitir, yabani. Gəldik çiya toxumuna. Demək, çiya toxumuna bir dənə diqqət edin. Bax, mən istifadə elədiyim bax budur. Tapmaq çətindir bunu. Və bunun rənginə baxın. Bax, bir dənə diqqət edin, sonra deməyin ki, fərqi görə bilməyin. Bunun gözəlliyinə, şəffaflığına baxın bir dənə siz. İndi buna baxın. Bu biraz solub. Gəldik kətan toxumuna. Kətan toxumunun şəffaflığına baxın. Bu ondan nisbətən zəifdir. Bir də psilium. Bax, hər biriniz alıb özünüz düzəldə bilərsiniz. Mən satmıram bunu. Mən sizə göstərirəm ki, alaqanqaldır, çiyadır, kətandır, bir də psiliumdur. Bağa yarpağından elə bil bunun qarasını verərlər sizdə bir dənə bağa yarpağı, bu psilium gedir. Çiçəyinin tozu. Toxum isə qara-qara olur. O başqa, o faydalı deyil arıqlamaq üçün. Budur. Demək, 300 qram götürürsünüz. Bir insan üçün bəsdir bu, kifayətdir. 300 qram alaqanqal toxumu götürürsünüz. 300 qram çiya toxumu götürürsünüz. 300 qram kətan toxumu götürürsünüz. 100 qram da psilium. Bunları hamısını toz şəklinə salırsınız. Bir dənə bankaya, balona doldurursunuz. Ağzını bağlı saxlayırsınız. Səhər, günorta, axşam 1 çay qaşığı qoyursunuz dilinizin üstünə. 1 stəkan suyuna içirsiniz. Yeməkdən 1 saat qabaq. Bunu hər biriniz inşallah ki düzəldə bilərsiniz. Mən bunu satmıram. Mən bunu satışını təşkil eləmirəm. Mən özüm üçün düzəldirəm, ailəm üçün düzəldirəm, istifadə edirik. Bir də yaxınlarımı bir də görsəm verirəm. Amma kimsə yaxşı toxum tapa bilmirsə, bu toxumları insanlardan mən alıram da, elə bil necə başa salım sizi. Bir iki insandır, məsələn, tanışlarım da onlar gətirib verirlər mənə. Götürürəm onlardan. Birincisi, yaxşı toxum tapın. Belə toxum doludur. Hər yerdə doludur, bax bu. Amma gəlin siz bu toxumdan görüntü tapa bilərsiniz. Bunun bir dənə şəffaflığına, gözəlliyinə baxın inşallah. Əgər kimsə tapa bilmirsə yaxşı toxum və yaxud da ki, bunları toparlaya bilmirsə bir yerə, ərsəyə gətirə bilmirsə, onda müraciət eləyər, belə düzəldib verərik inşallah. Onun üçün də Aygun xanım var. Buradan sabitləyəcəm. Hicama və zəli üzrə mütəxəssisdir. O düzəldib verəcək sizə. Mən buna vaxtım yoxdur. Xahiş edirəm, məndən bunu istəməyin. Mən bunu satmıram. Sadəcə olayım da Aygun xanım düzəldər. İndi yaşlı insandır, məsələn üçün, iş güc adamıdır. Bunları yəni ərsəyə gətirə bilmir, toparlaya bilmir. Aygun xanımın öz maşını da var da, aparıb çatdırar, verər inşallah. Siz də onun indi belə deyim də, yol pulsuz adlı belə verərsiniz. İndi düzdür, bu toxumlar bahadır. Bax, iminli bu toxumlar bahadır. Biraz baha başa gəlir. Həmçinin bu çiya olsun, kətan olsun. Yəni, imkanınız yoxdur, bax, bunlardan da düzəldin, özünüz istifadə edin. Neynə, gedin bundan tapın. İnşallah ki, fayda verəcək. Ən azından fayda verəcək. Bunlardan tapın, eləyin. Yox, mükəmməl fayda görmək istəyirsə, fayda bax budur. Bu da hər yerdə satılmır. Təkrar deyirəm. Belə toxumlar tapmaq olmur. Bu, yabani bitəndir, yabani. 300 qram alaqanqal toxumu, 300 qram kətan toxumu, 300 qram çiya toxumu, 100 qram da psilium. Hamısını bir-birinə kofemolkadan keçirirsiniz, toz şəklində bir-birinə qarışdırırsınız. Heç lazım da deyil. İmkan var, gündə üyüdün, təzə-təzə istifadə edin. Yəni, əgər bunu üyütdünüzsə, bankaya qoydunuzsa, artıq başlayın yəni eləməyə, bunu içməyə, saxlamayın bunu. Ağzı bağlı balonda saxlaya bilərsiniz. Problem yoxdur. Mən belə eləyirəm.
İnşallah. Bax belə bütün aydınlıq gətirdim. Yəni Allah üçün sizə göstərdim. Yəni necə lazım. Çünki çox yazırsınız mənə ki, bunu necə düzəldək, göstərmirsən. Amma göstərmişəm mən dəfələrlə sizə bu şeyi. Siz sadəcə olaraq səhifədən baxıb eləmirsiniz, axtarmırsınız. Bax belə. Həmçinin əlavə də bir dənə qabda gətirdim, göstərim sizə. Baxın bir dənə bax buna, alaqanqalın toxumuna bax. Ya bax bunun qaralığıdır. Bax sərt olmağı bax buradan bilinir. Bu yağlar yandırmaq üçün mükəmməl. Amma siz bir dənə buna baxın. Solub bu. Solub baxın. Yəni bunun hardan gəlir bilmirəm mən. Amma bu doludur, hər yerdə satılır. Bir dənə siz buna baxın gözəlliyə. Bax belə.